insanlar çox vaxtı deyirlər ki, kaş filan vaxtı filan şey etməzdim, kaş filan vaxtı filan şey etməzdim. Mən də düşünürəm, deyirəm, kaş filan vaxtı rəhmətli Zöhrə Abdullayevanın bir sözü var idi. Allah ona rəhmət deyirdi ki, o vaxt ki yaşım olardı, indiki başım. O olmur. O olsaydı nə xoşbəxt olardıq biz ki, nə yaxşı, qurban olduğum elə düzüb qoşub ki, müdrikliyi sonra verir də. O 20 yaşlarında versəydi, daha biz o səhvləri eləməzdik ki. Demək ki, olunmalıymış da. Deməli, o səhv olmalıymış ki, o bilən məsləhətdir. Nə yaxşı, mən 50 yaşındakı ağlımla, mənim 20 yaşım var, 50 yaşındakı ağlımla durum oturum. Onda nə oldu? Həyat maraqsız olardı. Həyatda rənglər olmazdı, rəngarənglər olmazdı, kəşkilər olmazdı. Dərs almazdıq heç nədən. Dərs almazdıq həyatdan. Bəlkə həyat belə daha gözəldir.